Quduzluq əleyhinə vaksini, yaranın vəziyyəti, təmasın tipi, həmçinin heyvanın təmas etdiyi şəxsin peyvənd keçmişinə əsasən ayarlayırıq. Heyvan dişləyibsə, cırmaqlayıbsa, açıq yara səthi heyvanın tükürcəyi ilə təmasda olubsa və özəlliklə də heyvanı izləmə almaq mümkün deyilsə, mütləq 5 doza şəklində vaksin vurulması gərəkir. Hansı ki bu 0, 3, 7, 14 və 28-ci günlərdədir. Əgər şəxsin peyvənd keçmişi yoxdursa, birinci doza ilə bərabər immunoqlobulin də vurulması gərəkir. Əgər şəxsin 5 doza şəklində tam vaksin olunubsa və üzərindən 5 ildən az müddət keçibsə, təkrar heç bir vaksinə gərək yoxdur. Yox, əgər 5 doza yenə tam olunubsa, amma 5 il müddətindən uzun müddət keçibsə, 2 doza daha xatırlatma üçün olunması gərəkir. Yox, əgər keçmişdə 1 və ya 2 doza, yəni əksik doza vaksin olunubsa, mütləq 5 doza tamamlanması gərəkir. Əgər heyvan izləmə alına bilirsə, 10 gün müddətində heyvana heç bir şey olmursa, yəni ölmürsə, itmirsə, vaksini aldığı qədər kifayət edir, biz durdura bilirik.